Salam, hər vaxtınız xeyirli olsun. Bu video izahda sizlərə şagirdlərim üçün onlayn şəkildə təqdim etdiyim 9-cu sinif riyaziyyat buraxılış sınaq 6-nın test suallarının izahlarını sizlər üçün də təqdim edirəm. Belə bir onlayn sınaqlarda pulsuz şəkildə iştirak etmək istərsinizsə 051 982 25 63 WhatsApp nömrəm ilə əlaqə saxlaya bilərsiniz. Onlayn sınaqlar ödənişsizdir, amma onlayn dərslər ödənişlidir. Belə, keçək sualların izahına. Birinci suala baxırıq. Sual 1. Maşın dayanacağında sıralar və cərgələr olmaqla 84 maşın var idi. Hər sıradan bir maşın getsə, cərgəyə isə 2 maşın gəlsə, maşınların əvvəlki sayı dəyişməz. Dayanacaqda əvvəlcə neçə maşın sırası var idi? Gəlin bir kiçik model quraq. Baxın, bu sıralar olsun. Birinci sıra, ikinci sıra, üçüncü sıra, dördüncü sıra. 1, 2, 3, 4. Bunlar da sıralardır. Sıralar, yəni maşın sırası, sıralar. Bir də cərgə. Cərgələr, maşınlar tutaq ki, belə düzülür. Cərgə boyunca düzülür. Belə. Bu formada. Tutaq ki, burada 3 cərgə var. Bax, sıralar və cərgələrin kəsdiyi nöqtədə maşınlar dayanır. 1, 2, 3. Bu maşınlardır. İndi barmaqla sayırsaq görərsiniz ki, burada 12 də maşın var. Bir də düz sıra sırasını tapsaq. Demək, neçə cərgə oldu? Burada cərgələr də bunlardır. Bax, beləsinə cərgələrdir. Cərgələr. Birinci cərgə, ikinci cərgə, üçüncü cərgə. Demək, burada görürük ki, sıraların sayını, cərgələrin sayını, 4 sıra var, 3 cərgə var. Sıraların sayını, cərgələrin sayını vursaq, ümumi maşınların sayını taparıq. Yəni, sıralar vurulsun, cərgələr bərabər olacaq maşın sayı. Maşın yazıram qısaca, bəs edir. Maşın. Oldu. Yəni, ümumi maşınların sayını tapmaq üçün sıraların sayını, cərgələrin sayını vurmaq lazımdır uşaqlar. Buna əsasən biz başlayırıq iş görməyə. Burada biz sıraların sayını bilmirik nə qədər. Bu məsələdə sıraların sayını bizə vermədiyi üçün bilmirik. Burada bilirik, sıraların sayı 4'dür, amma burada bilmirik. Yazırıq ki, sıraların sayı olsun x. X sıra var. Cərgələrin sayı olsun, cərgələrin sayını bilmirik. Olsun y. Demək, burada ümumi maşın sayını tapmaq üçün nə edik? Sıraların sayını, cərgələrin sayını vurduq. Burada cəmi 84 maşın var. Demək, x-i y-ə vurursaq, bərabər olacaq 84-ə. Sonra nə deyir? Sonra hər sıradan bir maşın geçsə və cərgəyə 2 maşın gəlsə, hər sıradan bir maşın geçsə, hər sıradan bir maşın gedir. Yəni, bir maşın azalır və hər cərgəyə 2 maşın gəlsə, maşınların əvvəlki sayı dəyişməz. Burada uşaqlar, maşınların sayını belə də tapa bilərik. Baxın, düzdür, burada sıraların sayını vurduq cərgələrin sayına. Yəni, maşın sayını tapdıq. Burada maşın iştirak eləmədi, say olaraq. Nəticədə maşın çıxdı. Bax, birinci sırada neçə maşın var? Görürsünüz ki, hər sırada 3 maşın var. Bax, belə üfüqi baxanda hər sırada 3 maşın var. Deməli, burada hər sıradakı maşın sayını, ümumi sıraların sayını, hər sırada 3 maşın var, düzdür? Yəni, hər sıradakı maşın sayını, yəni 3'ü, ümumi sıraların sayını vursaq, 4'ə vursaq, yeni nəticə edir 12. 3 burada nədir? Hər sıradakı maşın sayıdır. Maşın, 4 də nədir? Sıra. Oldu mu? Deməli, burada deyir ki, hər sıradan bir maşın geçsə. Burada hər sırada neçə maşın var? Bir dəqiqə, bunu necə yazacaq? Belə yazacaq. Hər sıradan bir maşın geçsə. Demək, bir sırada 3 maşın var. Burada sıraların sayı x götürmüşük. Hər sıradan bir maşın geçsə, artıq maşınların sayı sonra belə olacaq. Yəni, hər sıradakı maşınların sayı olacaq x çıxılsın 1. Sonra deyir ki, hər cərgə 2 maşın gəlsə. Bəzi cərgələrin sayı y idi də. Burada 2 maşının gələni olacaq y plus 2. Onda belə olacaq nəticə. X çıxsın 1, vurulsun y plus 2 bərabərdir. Yenə 84'ə. Sistemi alıram, başlayıram bu sistem tənliyi həll etməyə. Bunlar görürsünüz, ikisi bir-birinə bərabər. Götürüb ikisini bir-birinə bərabərləşdirə bilərik. Onda yerimiz çatmır deyə hardansa bir yerdə silib yazmalıyıq. Bir dəqiqə bunları silək. Burada x çıxsın 2, burada x çıxsın 1, burada y plus 2.
Demək, bunlar ikisi 84-ə bərabər olduğu üçün bir-birini bərabərləşdiririk. Yəni, x çıxsın 1 vurulsun. Y üstəgilə 2 bərabərdir. 84 yox. X vurulsun y-ə. X, y üstəgilə 2x çıx y çıx 2 bərabərdir x, y. İslah gedir. 2x çıxsın y bərabər, çıxılsın 2 bərabər 0. 2x çıxsın y bərabərdir 2. Y bərabərdir 2x çıxsın 2. Bu y-in qiymətini gətirib birinci tənliyi nəzərə alsaq burada. X vurulsun y-in yerinə yazırıq. 2x çıxsın 2 bərabərdir 84. 2x-in kvadrat çıxılsın 2x çıx 84 bərabər 0. 2-yə böl, x kvadrat çıxsın 2x çıx neçədir bu? 42 bərabər 0. V teoreminə görə köklər cəmi olmalıdır. Müsbət 1. Hasil olmalıdır. Mənfi 42. O da olacaq. Müsbət 7, bir də mənfi 6. Biz mənfi 6-nı götürəməliyik. Məsafə mənfi ola bilməz. Buranı sələqə salaq. Məsafə mənfi 6 ola bilməz. Ona görə 7-ni götürəcək. X-i nəyə işarə eləmişdik? Sıraların sayı. Bu da deyir ki, dayanıcılıqda əvvəlcə neçə maşın sırası var idi? Əvvəlcə demin neçə maşın sırası var imiş? 7 dənə. X-i 7 tapdıq. Bəs cavab B variantı. Davam edirik. Keçək növbəti ikinci suala. Sual 2-yə baxırıq. İkinci sual sistem tənliyi adlı sualdır. Tənlilər sistemindən x, y hasilini soruşur bizdən. Bu sistemi ikinci tənliyə fikir versək, burada biz nə edə bilərik? Kvadrat cəm düsturunu köməksiz müxtəsər vurma düsturuna istifadə edib topluma görə aça bilərik. Çünki burada toplama halı verilib. Yəni belə yaza bilərsiniz. Deməli, x üstəgəl y mürtəzi kvadratı çıxılsın 2xy bərabərdir 12. X plus y qiyməti 4-ə bərabərdir. 4-ün kvadratı çıxılsın 2xy bərabərdir 12. 16 çıxılsın 2xy bərabərdir 12. 2xy bərabərdir 4. Xy bərabərdir 2. Bizdən xy hasilini soruşur, o da olacaq ki, yəni cavab B variantı. Keçək üçüncü suala. Üçüncü sual yenə sistem tənliyə aid sualdır. Deyir, A-nın hansı qiymətində sistem həlli yoxdur? Gördüyünüz kimi verilən sistem tənliyi 2 dəyişənli xətt tənliyi sistemidir. Uşaqlar 2 dəyişənli xətt tənliyi sisteminin nə zaman həlli yox idi? A1-in A2 nisbəti bərabərdir B1-in B2 nisbəti, o da bərabər idi, fərqli idi C1-in C2 nisbətindən. Burada A1, A2 x dəyişən əmsallardır. X-in əmsalı 1, 2-dir. Aşağıdakı tənlikdə x dəyişən əmsalı 5 plus A-dır. Bərabərdir. Sonra A-nın 3-ə nisbəti B1, B2, y dəyişən əmsalların nisbətidir. Fərqli olmalıdır. Mənf 4-ün 2-ə nisbətindən. Birinci bu bərabər olan halı götürüb həll etsək. O zaman çarpaz vururuq. Buradan yazıram. A vurulsun 5 plus A bərabər 2 vuran 6-dir. A kvadrat üstə gələk 5A çıx 6 bərabər 0. Bu da A dəyişən asılı çevrilmiş kvadrat tənlikdir. V teoreminə görə köklər cəmi olmalıdır. Mənfi 5. Hasili bərabər olmalıdır. Mənfi 6. Düşünək görək hansı ədədlə hansı mənfi 6 ilə cəmi mənfi 5. O da mənfi 6 müsbət 1. İndi bununla iş qutarmır. Bir-birdə fərqli olan halı götürüb həll etsək. Burada çarpaz vursak K fərqlidir. Mənfi 12, A fərqlidir. Mənfi 6. Yəni A mənfi 6 ola bilməz. Onun üçün A-nın mənfi 6 qiyməti götürmürük, A-nın 1 qiymətini götürürük. Cavab olacaq A variantı. İndi isə keçək növbəti 4-cü sualın izahına. 4-cü sual yenə sistem tənlikdir. Sistemindən deyək y tapın. 2 dəyişən xətt tənliklər sistemidir. Burada biz ya x-i yoxlamalıyıq, ya da y yoxlamalıyıq. Burada məsəl üçün yazıram 2x üstə gələk 3y bərabərdir 18-ə, 3x üstə gələk 2y bərabərdir 17-yə. Biz məsəl üçün y yoxlamaq istəsək, birinci vuraq 2-yə, 3-dən 2-nin əkobu 6 olacaq, 6-ya yetirmək üçün. Bunların əmsalı 6 olmalıdır. Amma biri müsbət, biri mənfi olsun. Ona görə bunu vuraq mənfi 3-ə. Birincini vurduq 2-yə olacaq 4-2 üstə gələk 6y bərabərdir 36. İkinci mənfi 3-ə vuranda mənfi 9x çıx 6y bərabər mənfi 51. Toplayırıq. Bunlar islah gedir. Mənfi 5x bərabərdir. Mənfi neçədir? 15. X-ə bərabərdir. Müsbət 3. X-i 3 tapandan sonra biz y tapa bilərik. Məsəl üçün, ikinci sistem birinci tənliyi getirib yenə qoysaq. 2 vurulsun 3 üstə gələk 3y bərabərdir 18-ə. 3y bərabərdir 18-dən 6 çıxana qalır 12. Y bərabər olur 4-ə. Cavab D variantı. Davam edək. 4-də D, keçək 5-ci sualın izahına.
5-ci sual modul tənlikdir. Deyir, tənlik kökləri cəmini tapın. Modul modula bərabərdirsə, bax belə. Yəni modulla 3x çıxsın 5 bərabərdir 2 vurulsun modul x. Modul modula bərabərdirsə, ya hər iki tərəfin kvadrat yüksəldib moduldan qurtarın və yaxud da ki, bir dəfə olduğu kimi bir dəfə əksinə açıb həll edə bilərsiniz. Mən bir dəfə olduğu kimi açıb bir dəfə əksinə açıb həll edirəm. 3x çıxsın 5 bir dəfə yazıram 2x-ə bərabər olsun. Bir dəfə əksinə açıram. 3x çıxsın 5 bərabərdir mənfi 2x-ə. O zaman 3x çıxsın 2x bərabər olacaq müsbət 5-ə. x1 bərabər olacaq 5-ə. Yəni birinci kök olur 5. Burada da 3x üstə gələ 2x bərabərdir 5. 5x bərabərdir 5. X də bərabərdir 1. Demək, tənliyin köklərin biri 5-dir, biri 1. Burada cəmli soruşur. Cəmli olacaq. Təbii ki, 6. Yəni cavab A variantı. Keçək növbəti sualın izahına. 6-ya baxırıq. Sual 6. Tənliyin kökləri x1 və x2 olduğuna görə 1 bölünsün x1 üstə gələ 1 bölünsün x2 cəmini tapın. Biz burada Viet teoremini tətbiq etməliyik. Viet teoremini tətbiq etmək üçün gərək verilən tənliyi biz çevrilmiş kvadrat tənliyə getirək. Çevrilmiş kvadrat tənliyə getmək üçün hamısını x kvadrat misal olan 2-yə böləsiniz belə. Onda olacaq x kvadrat çıxılsın 2,5 2 üstə gələk 0,5 bərabərdir 0. Onda 1 bölünsün x1 üstə gələk 1 bölünsün x2 bərabər orta mərkəz olacaq x1 x2 sürətdə olacaq x2 üstə gələk x1. Viet teoreminə görə biz bilirik ki, köklər cəmi əks işarə ilə ikinci cəmi sala bərabərdir, yəni müsbət 2,5-ə, hasili isə sərbəst həddə bərabərdir, yəni 0,5-ə bərabərdir. Gətirib yerinə qoyuruq. Deməli, burada olacaq sürətdə olacaq 2,5, məxrəcdə olacaq 0,5. Hər ikisini vururuq ona. Bu da olacaq 25 bölünsün 5, o da olacaq 5. Cavab 5, yəni Y variantı. İndi isə keçək 7-ci sualın izahına. 7-ci sual deyir ki, 2 rəqəmi ədədi öz rəqəmlərin cəminə bölükdə qismətə 4, qalıqda 3 alınır. Əgər həmin ədədi rəqəmin hasilini bölürsək, qismətə 3, qalıqda 5 alınır. Bu ədədi tapın. 2 rəqəmi ədədimiz olsun AB üstü xətt. Bu 2 rəqəmi ədədi öz rəqəmlərin cəminə bölükdə. Bu 2 rəqəmi ədədi öz rəqəmlərin cəminə bölürük. Yəni A üstü ilə B-yə böləndə qismətə 4 alınır, qalıqda 3. Sonra deyir ki, əgər həmin ədədi rəqəmlərin hasilinə bölsək, yəni 2 rəqəmi ədədi bölürük rəqəmlər hasilinə. Yəni A vurulsun B-yə bölsək, yəni AB bunun hasilidir da belə. Qismətdə 3, qalıqdan alınır, 5 alınır. Maraqlı sualdır. Bu ədədi tapın. Yəni biz 2 rəqəmli AB ədədini tapacaq. Bərabər suala. Biz bilirik ki, qalıq bölməndə məhsul bölümünü tapmaq üçün natamam qisməti bölənə vurub qalıq üzərinə gəlməliyik. Yəni 4 vurulsun A plus B üstə gələk neçə? 3. Bunu açsaq 10A üstə gələk B bərabərdir 4A üstə gələk 4B üstə gələk 3. Dəyişəndən sol tərəf keçirsək 10A üstə gələk B çıx 4A çıx 4B bərabər 3. 10A-dan 4A çıxana qədər 6A, B-dən 4B çıxana qədər mənfi 3B bərabər 3. Hamısı 3-ə bölsək, deməli 2A çıx B bərabər olacaq 1-ə. Gəldik bura. Burada da məhsul bölünəni tapmaq üçün qisməti mənfi bölənə vurmaq lazımdır. 3 vurulsun. Və qalıq üzrə gələsiniz. 3AB üstə gələk 5. Bunu açırıq. 10A üstə gələk B bərabərdir. Deməli, 3AB üstə gələk 5. Burada artıq biz nə edəcək? Əvəz etmə üsulundan istifadə etməliyik təbii ki. Məsələn, burada mən B-ni tapmağa çalışsam, B bərabər olacaq 2A çıxılsın 1-ə. B-nin qiymətini gətirib bu tənlikdə nəzərə alarsam. Harada B-ni görürəmsə, yerinə 2A çıxsın 1 yazacam. 10A üstə gələk B-nin yerinə yazıram. 2A çıx 1 bərabər 3A vurulsun B-nin yerinə yazıram. Yenə 2A çıxsın 1. Üstə gələk 5. Burada 10A ilə 2A toplayan nedir? 12A çıx 1 bərabərdir 6A kvadratı. Vurub açıram, yəni çıxılsın 3A üstə gələk 5. Hamısını keçirək sol tərəfə. Keçirəcək ya da sağ tərəfə keçirək, fərqi yoxdur. 6A kvadratı çıxılsın 3A plus 5 birinci yazıram. Çıxılsın 12A plus 1 bərabər 0. Burada A dəyişən asli kvadratını alacaq. 6A kvadratı mənfi 3A ilə mənfi 12A oxşardır. Toplayıb qarşısına mənfi qoyacaqsınız. Mənfi 15A edəcək. 5 üstə 1 gələn nedir? 6 bərabər 0. Hamısını deməli 3-ə bölsək olacaq 2A kvadratı çıxılsın 5A üstə gələk 2 bərabər 0. Qorxursunuz bu izahdan. Qorxmayın. Çətinliyə özünüzü alışdırmalısınız. Buradan yazıram. 2A kvadrat çıxılsın 5A plus 2 bərabər 0.
Bu da A dəyişən hansı kvadrantlikdir? İstəsəz diskriminasiyonu həll edərsiniz, istəsəz çarpaz vurma üsulə vuruqlar ara bilərsiniz. Çarpaz vurma üsulə vuruqlar arasaq 2A-nı A-ya çarpaz vur toplayanda -5 alınmalıdır. -2 vuracaq, onda -1 vura. Siz diskriminasiyondan tapa bilərsiniz, fərq eləməz. Qarşı-qarşıya götürüb vuruqlar ayırır. 2 açılsın, 1 vurulsun. A minus 2 bərabər 0. Hansı 0-a bərabərsə vuruqların hər birini 0-a bərabər edirsiniz. 2 açılsın 1 bərabər olacaq 0. Bir də A açılsın 2 bərabər 0 olacaq. Burada A bərabər olacaq 0,5 birincidə. Bu da A2 bərabər yazıram 2. Görə bunların hansını götürə bilərik? Biz bilirik ki, A və B rəqəmlərdir. A rəqəm olaraq 0,5 ola bilməz. Bu getdi. A2 ola bilər. Demək, A-nı qısa olaraq, qısa konkret olaraq A-nı tapdıq 2. Qaldı B-ni tapmaq. Burada B-nin əvəzətmə üsulunda istifadə, yəni bu B-ni A-nı ifadə eləmişdik. Gətir burada yeni qoysaq, A-nı yeri 2 qoysaq. 2 vurulsun 2, çıxılsın 1, o da olacaq 3. Demək, B-də neçə oldu? 3 oldu. Onda biz AB ədədini tapa bilərik artıq. AB ədədi olacaq 23. Cavab yəni B variantı. Görünürsə, bəli, çox zəhərli sualdır, amma belə suallar o qədər də çətin sual deyil. Yəni, deyərəm ki, necə deyim sizə, böyük hesablama gedə bilər. Amma gördüyünüz kimi sadədir, sadədən gedir. Sadəcə hesablaması böyükdür. Yəni, özünüzü çətinliyə alışdırmalısınız uşaqlar. Siz asan suallar üzərində pasiv qalmalı deyilsiniz. Nə qədər çətinliyə özünüzü alışdırırsınız, imtahanda suallar bir o qədər tez və sürətli yaza bilərsiniz. Yəni, həm də potensialınız artmış olar. 7 cavab B. Keçək 8-ci sualın izahına. A-nın hansı qiymətində 8x üstə gələ 3a bərabərdir 2 vurulsun 2ax üstə gələ 3. Tənlinin son sayda həli var. Bu bir dəyişənli xətti tənlikdir. Bir dəyişənli xətti tənliyin ümumi şəkli biz bilirik ki, ax plus b şəklindədir. Onu hardan bilirik? Çünki burada iştirak edən x dəyişən dərəcəsi 1-dir. Xətti tənliyin, yəni bir dəyişən xətti tənliyin nə zaman son sayda həli olur? A bərabər 0 olanda, B bərabər 0 olanda. Ona görə biz bunu xətti tənli şəklinə yetirməliyik. 8x üstə gələ 3a. Burada vurub açırıq 4ax üstə gələ 6. Hamısını keçirirəm sola. 8x üstə gələ 3a. Çıx 4ax, çıx 6 bərabər 0. Burada x-ləri orta vurur kimi çıxardıram qarşı. Amma əvvəl yazmıram, sonra yazıram. 8 çıxsın 4a vurulsun 2x. Yerdə qalır 3a, çıx 6 bərabər 0. Baxın uşaqlar, elə bilin ki, burada x-in əmsalı a edir. Burada x-in əmsalı bax budur. A-nın yerinə, yəni 8 çıxsın 4a yəni. Burada deyir ki, 0-a bərabər olmalıdır. Yəni bu olmalıdır 0. Bir də sərbəst ədəd burada b-dir, düzdür? Bunun sərbəst ədədi budur bax. B-si budur. Bu da 0 olmalıdır. Yəni 8 çıxsın 4a bərabər 0 olacaq. Və 3a çıxsın 6 bərabər 0 olacaq. 4a bərabərdir 8-ə, a da bərabər olacaq 2-yə. Burada da a bərabər olacaq 2-yə. Görürsünüz, a hər ikisinə eyni qiymət aldı. 2 aldı yəni. Deməli, bu a-nın 2 qiymətində bu tənliyin son sayda həll olacaq. Cavab yəni D variantı. Keçək 9-cu sualın izahına. Çevrə aid sualdır, maraqlı bir sualdır. Mərkəzi O olan çevrədə bucaq AOB bərabər 120 dərəcə, CO perpendikulyardır AB-yə, AB 8-dir, CO-nu tapın. Gəlin bu şəkli biz geniş planda çəkək. Baxın, bu bizim çevrəmizdir. Bir dənə vətər çəkirik. Mərkəzi qeyd edək. O nöqtəsi. İndi isə radiuslar çəkək. Bunlar radiuslardır. Bu da mərkəzdən vətərə qədər olan məsafə, yəni hündürlük. Adlandıraq. A, B, burası C. Deməli, bucaq AOB 120 dərəcədir. Yəni, bu bucaq 120 dərəcədirsə, bu biz bilirik ki, bunlar radiuslardır. Deməli, bu bərabərlənmiş bucaqdır. Yan tərəfə bərabər. Bərabərlənmiş bucağın təpə bucağına oturacağı indi bir hündürlük həm median, həm tənbələndir. Median isə tərəf yarı bölür. Tənbələn isə çıxdı bucaq yarı bölür. Bu bütöv bucaq 120 dərəcə etsə, yarı böləndə 60 dərəcə düşəcək. Bax belə. Və AB 8-dir. AB bütövlükdə 8-ə bərabərdirsə, onda burada yarı bölünür axı. 4 olacaq. Təbii ki, burada olacaq 30 dərəcə. Bizə lazımdır bu məsafə, yəni CO məsafəsi. Biz bilirik ki, 60 dərəcə bucaq qarşısında katet, düz bucaqda 60 və 30-dan bağlı xassələr var. 60 dərəcə bucaq qarşısında katet, yəni 4, 30 dərəcə bucaq qarşısında katet, yəni bura h yazsam, h-ın kötü üsmüsünə bərabərdir. Yəni h-ın kötü üsmüsü 60-ın qarşısında duran katetə bərabərdir. H da bərabər olacaq 4 bölünsün kötü 3-ə.
İrrasionaldan azad edəcək. 4 vurulsun kötüz bölünsün. Kötüz vurulsun kötüz. Yəni 4 kötüz bölünsün 3 edəcək. Yəni o məsafə olacaq 4 kötüz bölünsün 3. Yəni cavab B variantı. Yəni qəşəng sualdır. Bu sualı işləməyə bir özünüzə potensial yaratmalısınız ki, bundan asan suallar, yəni bu sualdan rahat suallar rahat bir şəkildə yaza bilərsiniz. Sürətli və cəld şəkildə, düşünmədən yəni. Belə sınav imtahanları sizi yəni belə sürətə hazırlamalıdır. Sürətli, çevik olmağa hazırlamalıdır yəni. Keçək 10-cu suala. 10-cu sualı özüm sadə sual kimi təqdim eləmişəm. Şəkildə o çevrə mərkəzidir. Bucaq ABC 70 dərəcədir. Yəni bu 70 dərəcə bucaq daxil çəkilmiş bucaqdır. Alfanı tapın. Görürsünüz ki 70 dərəcə bucaq AC qövsünün söykənifdir. Həm də bu alfa mərkəzi bucağı da AC qövsünün söykənir. Biz də bilirik ki, eyni qövsə söykənən daxil və yəni eyni qövsə söykənən daxil çəkilmiş bucaq mərkəzi bucağın dərəcə ölçüsünün yarısına bərabərdir. Yəni alfanın yarısı 70 dərəcəyə bərabərdir. Onda alfada neçə dərəcə olacaq? 140 dərəcə. Vəssalam. Yəni bu kifayət sualdır. Keçdik 12-ci suala. 11-ci sual, üzr istəyirəm, 11. 11-ci sualda şəkli çəkilibdir. Məncə bizə ehtiyac yoxdur şəkli çəkməyə. Deyək, bucaq DB-yə 60 dərəcədir. DB-yə bucağı bura 60 dərəcədir. Yoxsa çəkəkmi? Çəkək. Bir dəqiqə. Bu bizim çevrəmiz. Çevrə xaricindəki nöqtədən çevrə 2 dənə toxundan çəkiblər. Bir belə. Belə. Sonra belə birləşdiriblər. Bura A, B, Y, D, C, F. Bura yazıblar X. Deyir ki, bucaq DB-yə 60 dərəcə. DB-yə bucaq buradır. Bura 60 dərəcədirsə, biz bilirik ki, toxunan ilə vətər arasından qalan bucaq, həmin toxunan ilə vətər arasından qalan bu BD qövsünün dərəcə ölçüsünün yarısına bərabərdir. Avtomatik biz onu buranı tapacağıq ki, 120 dərəcə olacaq. Bu qaydadır, xassədir yəni. Bucaq DCF 50 dərəcədir. DCF bucağı yəni buradır. Bura 50 dərəcədirsə, bu da eyni qayda ilə. Toxunan ilə vətər arasından qalan bucaq, toxunan ilə vətər arasından qalan həmin qövsün, yəni CD qövsünün dərəcə ölçüsünün yarısına bərabər olacaq. Burada olacaq yəni 100 dərəcə. Bizdən BAC bucağını soruşur, yəni X-i soruşur bizdən. Biz də bilirik ki, uşaqlar, toxunanlar arasından qalan bucaq ilə bu toxunanlar arasından qalan kiçik qövsün, yəni bu BC, yəni minor qövsün, kiçik qövsün və bu qövsün dərəcə ölçüsünün cəmi 180 dərəcə bərabərdir. Yəni X ilə BC qövsünün dərəcə ölçüsünün cəmi 180 dərəcə. Lap bura M yazsam, onu B olar. Elə bir X üstə gələk, BMC qövsünün dərəcə ölçüsü bərabər olar 180 dərəcə. Bu xassədir. Bu tam çevrə 360 dərəcə, düzdürmü? Bura 100-dür, bura 120. Cəm neçə olacaq? 220. Demək, BMC qövsünü tapmaqdan ötəri 360 dərəcədən çıxmalısınız 220 dərəcənin. O da olacaq 140 dərəcə. Demək, bu qövsün dərəcə ölçüsü 140 dərəcədirsə, gətir burada yenə qoysaq, X üstə ilə 140 dərəcə bərabərdir 180 dərəcəyə. Onda X-ə bərabər olacaq 40 dərəcə. Vəssalam, cavab 40 dərəcə, yəni B variantı. Bu da maraqlı sualdır. Keçək 12-ci sualın izahına. İndi faiz aid sualdır. Deyir ki, A ədədi B ədədindən 40% azdır. B ədədi A ədədindən neçə faiz çoxdur? A ədədi B ədədindən 40% azdırsa, o demək ki, B-ni 40% azaltsaq A-nı alarıq. Yəni A-nı tapmaq üçün B-ni 40% azaltmalıyıq. B-ni 40% azaltmaq üçün ya B-ni birbaşa 60%-ni tapın, ya da ki, B-dən çıxın B-nin 40%-ni. B-nin 40% azaltmaq B-nin özündən B-nin 40%-ni çıxmaq deməkdir. O da bərabər, yəni A bərabər olacaq, B çıxılsın 0,4B, yəni A bərabər olacaq 0,6B. Bu belə. Sonra deyir ki, B ədədi A ədədi neçə faiz çoxdur? Bir ədəd digər ədədi neçə faiz çox olduğunu tapmaq üçün əvvəlcə tapmalıyıq ki, o birinci adı çəkilən ədəd, yəni B A-nın neçə faizdir? B A-nın neçə faiz olduğunu tapmaq üçün B-ni bölməlisiz A-ya, vurmalısınız 100%-ə. B-ni yerinə heç yazmır, B olduğu kimi qalır. A 0,6B-yə bərabərdir. Vurulsun 100%. Burada belə ixtisar edəcək. Yuxarıda olacaq belə. Deməli, 100% bölünsün 0,6. Mərkəzi 10-a vururuq, tam ədə çevirib, bunu 10-a vuraq. Onda olacaq belə. 1000% bölünsün 6. 2x çarparsaq 3-də olacaq 500%. Qarşıda da çevirsək 1-də 3. 16
Deməli, 1 də 3, 2, 22, 166,3%, yəni. Deməli, BA-nın 166,3%-dir. Yaxşı, BA-da neçə faiz olduğunu tapmaq üçün necək? 166,3%-dən çıxmalıyıq 100%-dir. Bu da qalacaq 66,3%. Deməli, 66,3% BA-dan çoxdur. Yəni, cavab D variantı. Belə şey olar. İnşallah ki, izahı başa düşdünüz. Keçək 13-cü suala. Deyir ki, 13-də, mağaza sahibi mağazadan satılan malların qiymətini əvvəlcə 5% aşağı saldı. Bir həftə sonra isə endirilmiş qiymətləri daha 20% aşağı saldı. Mağaza sahibi qiymətləri cəmi neçə faiz aşağı saldı? İlkin qiymət olsun 100%. İlkin qiymət 100% olsun. Əvvəl nə qədər aşağı salıb? Əvvəl 5% aşağı saldı. 5% endi. Sonra deyir, bir həftə sonra endirilmiş qiymətlər daha 20% aşağı saldı. Görək nə qədər qalır burada? Qaldı qiymət. 5% endan sonra ilkin qiymət 100%-də 100%-dən birbaşa 5% çıxa bilirsiniz. Olur 95%. 95% qaldı malın qiyməti. Sonra bu qiyməti bir də 20% endirdi. Yəni sonra yazıram 20%, yəni nəyə 20% qədər? 95% 20% qədər endir. Yəni 95%-in 20%-ni tapmalısınız. Bölürsünüz 100%. Yəni nəyə 20% qədər? 95-in 20% qədər. Başa düşdünüzmü? Burada 20 ilə 100% hesablarsam 1, 5, amma faizin 1 qalacaq. 95 ilə 5-ə böləndə düşəcək 19. 19%. Nə ilə qaldığını tapmaq üçün? Qaldığını tapmaq üçün nə edəcəyik? Ən son 95% qalmışdıq. 95%-dən çıxıram 19%-i, qalacaq 6, 76% qalıb. Bizdən soruşur 76% son qiymət. Mağaza sahibi qiymətlərin cəmi neçə faiz aşağı saldı? 100%-ə 76% gəlmişiksə, deməli neçə faiz endiyini tapmaq üçün 100%-dən çıxmalı 76%, qalacaq 24%. Demək 24% cəmi cümlətanı enib ki, nəticə 76% olub. Cavab yəni B variantı. 24% enib yəni. Deməli 13-də cavab B. Keçək 14-cü suala. Bir işi 9 işçi 12 günə yerinə yetirərsə, eyni işi 15 işçi neçə günə yerinə yetirər? 9 işçi deməli 12 günə görür işi. Həmin işi eyni işdən gedir söhbət. 15 işçi deyir neçə günə yerinə yetirər? Bilmirəm, yazıram x günə. Burada asılı təyin etmək lazımdır ki, bizim asılımız düzüm tanısıb asılıqdır yoxsa tərs. Burada işçilərin sayı artır. İşçilərin sayı artırsa sizə həmin işi tez görüb qutararlar yoxsa gec? Əlbəttə tez. İşçi qüvvə artanda iş tez başa gələcək. Yəni tez qutaracaqlar. Yəni zaman da nə edəcək? Azalacaq. Azalacaq. Biri artır, biri azalırsa demək tərsdir. Tərs asılı olanda qarşı-qarşıya vurasınız. Yəni 15 vurulsun x bərabərdir, 9 vurulsun 12. Hər tərəfdən x aparsam 3-ə. 5, 3. Ayrı x yoxdur. 36 bölünsün 5, o da olacaq 7 tam 5də 1. Cavab D variantı. Keçək 15-ci sualın izahına. Sual 15-ə baxırıq. Bərabəryanlı üçbucağının yan tərəfinin oturacağına nisbəti 3-ün 4-ə kimidir? Perimetri 20 cm olan üçbucağın oturacağını tapın. Söhbət gedir bərabəryanlı üçbucaqdan. A, B, C. Yan tərəfə bərabər. Bərabəryanlı üçbucağın yan tərəfinin oturacağının nisbəti 3-ün 4-ə nisbətdir. Yan tərəf olsun A, oturacaq da olsun B. Yəni A-nın B-yə nisbəti bərabər olacaq 3-ün 4-ə nisbəti. Perimetri 20-dir. Perimetri 3 tərəfin cəmidir. Yəni A üstə B bərabərdir 20-yə. Burada mütənasib əmsalın x götürsək, olacaq A 3x, B olacaq 4x. Gətirib yerinə yazacaq 3x üstə gələk. 3x üstə gələk 4x bərabərdir 20-yə. 10x bərabər 20, x də bərabərdir 2. Bizdən üçbucağın oturacağını soruşur, yəni B-ni soruşur. Gətirib burada yerinə qoysaq, x 4-2 var, nedir? 8, yəni D variantı. Belə. Keçək 16-cı suala.
16-cı sual üçbucaqlar sualdır. Düz bucağı üç bucağın iti bucaqların biri 60 dərəcədir. Hipotenuza çəkilmiş medianın hipotenuz əmələ gətirir iti bucağı tapın. Bir dənə düz bucağı üç bucaq çəkək. Bir dənə median çəkək. Median biz bilir ki, hipotenuzu yarı bölür. A, C, B düz bucağı üç bucaqdır. M, C mediandır. Median hipotenuzu yarı bölür. Biz bilir ki, düz bucağı üç bucaqlar median ilə hipotenuzun yarısına bərabərdir. Belə. Burada deyir, iti bucaqların biri 60 dərəcədir. Bura 60 dərəcədirsə, aydın məsələ ki, bura olacaq 30 dərəcə. Çünki iti bucaqların cəmi 90 dərəcə bərabərdir. Deyir ki, medianla hipotenuzla çəkilmiş medianın hipotenuz əmələ gətirir iti bucağı soruşur. Medianla hipotenuz arasında qalan iti bucaq buradır. Buranı istəyir bizdən. Baxın uşaqlar. Bax, yuxarıdakı üç bucaq fikrini verin BMC üç bucağına. BMC üç bucağın iki tərəf bərabərdir. Deməli, bu bərabər yanlış bucaqdır. Bura 60 dərəcədirsə, deməli, burada 60 dərəcə olacaq. Oturacaq bütün bucaqlar bərabərdir. Buradakı üç bucağın daxil bucaqların cəmi 180 dərəcə olmalıdır axı. Ona görə 180-dən bunların cəmini çıxsam 120-ni qalacaq burada 60 dərəcə. Deməli, iti bucaq neçə dərəcə olacaq? Yəni, medianla hipotenuz arasında qalan iti bucaq 60 dərəcə olacaq. Yəni, 16 cavab A variantı. Keçdik 17-ci suala. 17-ci sualın geniş şəklinin geniş planda çəkək. Buradan çəkək. Burada bu bərabər olmuş bucaq şərt əsasını görürsünüzmü? Deməli, hündürlük çəkirik. Bu hündürlükdür. Bu da hündürlükdür. B, A, C, H, 90, 90, F, 90, 90. Belə. Deyir ki, ABC üçbucağının AH, BC perpendikulyar, BF də AC perpendikulyardır. Görür şərtdə. AB, AC bərabərdir, 6-dır. AB, AC bərabərdir. Deməli, bu bayaq qeyd etdiyimiz kimi bərabər yanlış bucaqdır. Bərabər yanlış bucağın təpə bucağından oturacaq endirilmiş hündürlük həm median təpələndir. Yəni, AH özünü həm də median kimi aparır. AH-ı 2/6 veribdir. AH hündürlüyünü 2/6 verib. Aha. Görürsünüzmü? BF-i soruşur. BF məsafəsini soruşur. AH 2/6-dır. Bunu bax, bu düz bucağı üç bucağı ayrıca kəsib çıxarsan daha yaxşı başa düşərsiniz. Belə. B, A, H. 90 dərəcə. Bura 6-dır. AH da nədir? 2/6. Pifagor teoreminə görə gəlin BH tapaq. Yəni, bura x yazıram. Yəni, elə bir ki, bura x yazmışam. Bura x yazıram. Burada biz bilirik ki, kat ilə kvadrat cəmi hipotenuzun kvadratına bərabərdir. Yəni, x kvadrat üstə gələk. 2/6-nın kvadratı bərabərdir 6-nın kvadratı. X kvad plus 24 bərabər 36. X kvad bərabərdir 12. X bərabərdir kökdə 12. Yəni, 2/3 edəcək. Bura 2/3-dürsə, burada 2/3 olacaq. Oldu mu? Onda bu toy məsafə olacaq 4/3. Bizdən nəyə soruşur? BF-i soruşur. Bax, burada düz bucağı, üç bucağı görürsünüz yəqin. Bax, bu düz bucağı, üç bucağı. Gəlin, qalın markerdən sizə göstərim. Bax, bu düz bucağı, üç bucağı görürsünüzmü? Burada 90 dərəcə, belə. Baxın uşaqlar. Bu BF-in uzunu soruşur. BF yazaq Y, bilmirəm. Hipotenuz oldu 4/3. Burada burada 6-dır. Bir dəqiqə. Burada biz uşaqlar düz bucağı, üç bucaqdan Pifagor teoremini istifadə edə bilməyəcəyik. Çünki burada FC məsafəsi yoxdur. Ona görə biz hansı düsturdan istifadə edəcəyik? Üç bucaqda tərəf və hündürlük arasında əlaqə düsturu. Belə düstur var idi. A vurursun HA bərabərdir B vurursun HB, o da bərabərdir C vurursun HC. Yəni, üç bucağın tərəfi ilə ona çəkilmiş uyğun hündürlüklər hasılə bərabərdir bu düsturdan. Burada uşaqlar, deməli, bu BF özü hündürlükdə, onun Y-ni işarələmişik. Bu Y yerimiz çatmır. Haradan yazaq? Buradan bir yerini yazıram. Y vurulsun 6. Çünki Y 6 tərəfli çəkilibdir. Bu hündürlük isə AH da, AH-ın uzunluğu da 2/6 idi. AH da gördüyünüz kimi hara çəkilibdir? 4/3 çəkilibdir. Gəlin, markerimizin rəngini dəyişək. Buraya yazıram nə? 4/3. Belə. Başlayırız həlləməyə. Y vurulsun 6 bərabərdir
bərabərdir. Bir dəqiqə. 2 kök 6-nın 4 köküsü vuranda edəcək 6, yox, üzr istəyirəm, 6 yox. 8 kök altında 18. Bu 8-də 9 vursun 2 deməkdir. Yəni 3 çıxacaq. Y vursun 6 bərabər 3, 24 kökdə 2 olacaq. 6, 24-ü çaparam 1, 4. Y bərabər olacaq 4 kökdə 2. Cavab olacaq 4 kökdə 2, yəni A variantı. Bu universal sualdır. Yəni gəlin diqqət edin ki, burada hansı qaydalar tətbiq olundu. Burada deməli bərabər alınmış bucağın xassəsi tətbiq olundu. Yəni bərabər alınmış bucaqda nə? İkinci xassə. Təpə bucaqdan oturacağı endirilmiş hündürlük həm media, həm tənbəl olmaq tətbiq olundu. Sonra burada gördüyünüz kimi Pifaqor teoremi tətbiq olundu. Sonra da şu bucağın tərəfi ilə hündürlük arasında əlaqə tuturaraq tətbiq olundu. Yəni bu sual çox məhsuldar sualdır. Elə belə gözünüzü baxmayın bu suala. Belə suallar işləmək lazımdır. Keçən növbəti sualın izahına 18-ə baxırıq. 18-ci sual şəklini çəkək. Belə bir üçbucaq var. Buradan B, A, C, X, D. Bura 6'dır. Bura 6 bərabər alınmış bucaqdır. Buranın uzunluğu 5'dir. Buranın uzunluğu da bu da 5'dir. 5 bölünür. Deməli bu nədir? Mediandır olmalı. AD deməli burada mediandır. Neysə. Nəsə ABC üçbucağının AB AD-yə bərabərdir 6'dır. BD DC bərabər 5'dir. AC soruşur. AC soruşur. AC X-dir yazmışıq. Biz bilirik ki, bərabər alınmış üçbucaq görəndə təpə bucaqdan oturacaq hündürlüyü indirmək lazımdır. Yəni burada BAD üçbucaq bərabər alınmış bucaqdır. Bax burada hündürlüyü indirirsiniz. Burada nə baş verir? Biraz da K. Bərabər alınmış bucağın təpə bucağından oturacaq endirilmiş hündürlük həm median, həm tənbələndir. Belə. Burada 5'in yarısı olacaq 2/5. Burada ədədləri çox qəliz veriblər. Ədədlər qəliz olmasa işlər rahatdır. 5 yox, gələ biraz rahat ədəd verəcəklər 2-yə bölünün. Nəsə 2/5 yazdı. Bura 2/5, bura olacaq 2/5. Sonra burada hündürlüyü h yazacaq. H-ı tapacaqsınız. H tapmalıyıq. Məsələn bu düz bucaqdan h tapa bilərsən. Pifaqor teoreminə görə. H kvadrat bərabərdir. Hipotenuzun kvadratı 6-ın kvadratı çıxırsa 2/5'in kvadratı. Yəni 36 çıxılsın. Lap kvadrat fərqli üstünə görə tətbiq edə bilərsiniz. Bir dəfə yazarsınız 6 çıxılsın 2/5. Bir dəfə yazarsınız 6 üstə ilə 2/5. Onda h kvadrat bərabər olacaq. 6'ın 2/5 çıxana qalacaq. 3/5 vurulsun 8/5. Burada deməli bunu 10'da 35 kimi yazarsınız. Bunu 10'da 85 kimi yazarsınız. H da bərabər olacaq kök altında. 10'a vuran 100 edir. 35'i 5 vurulsun 7 yazın. 85'də. Yəni h kvadratını da saxlayalım. Çünki h kvadratını da saxlasaq daha yaxşı olar. Bir dəqiqə. Qurtuluş yoxdur. 85'də 5 vurulsun 17 deməkdir. Ya da daha yazmışıq heç nə. Kötü 100'dən 10 çıxacaq. 25 5 çıxacaq. Kötü 100'dən deyirəm 10 çıxacaq. Tutub 100 yazıram bura. Deməli, burada qalacaq 5 kökdə neçə olacaq? 7 17 vuranda 49. 4 yadda. Ədədlər qəliz verir və ədədlər. Bir dəqiqə uşaq. Bu boyda həngəmə ehtiyac yoxdur. Çünki burada Pifaqor teoremi bir də tətbiq olunacaq. Özümüzə zədə salmayaq. Gəlin belə yazaq elə. Buradaca 36 çıxılsın. Bu da olacaq 6/125. Çıxanda deməli 75. Düzdürmü? Deməli 15'dən 6 çıxanda 9. 29/175 belə olacaq. Yəni h kvadrat. Burada bir dəfə Pifaqor teoremi tətbiq edəcəyik. Çünki bax buradakı düz bucaq fikir verin. Bura baxılmış olar. Bax burada bir düz bucaq var, bütöv. Gördünüzmü? Burada bax buranın uzunluğu bütöv K-dan sevgili məsafə 5'dən 2/5'in cəmi olacaq. Yəni olacaq 7/5. X də burada hipotenuzdur. Yəni x-in kvadratı, hipotenuzun kvadratı bərabərdir K-dan kvadrat cəmi. Yəni h kvadratı üstə gələk. Deməli 7/5'in kvadratı. H kvadratda 29/175'e bərabərdir. 7/5'də
son 5 quturan ədədlərin vurulma qədəsi 25, 8, 56. 56,25. Ona x kvadrat bərabər olacaq. Deməli 0, 0 bir yadda 0'a yazılmır. Deməli 9, 6, 15, 16 bir yadda 7, 8, 86. X-ə bərabər olacaq. Kökdə 86. Cavab Y variantı. Hesablamaq qəlizdir, amma sual elə çətin sual deyil. Sadəcə verilən ədədlər qəlizdir. 18-də cavab olacaq Y variantı. Davam edirik. Keçək növbəti suala. 19-cu sual. Şrifti nazildəyik. 19 yazılıb ki, 4 üstü 12 çıx 1 bölünsün 63 vurulsun 2 üstü 12 plus 1 bərabər. 4 üstü 12 biz bir yazaq. Əvvəlcə. Burada görürsünüz 2 üstü 12 plus 1 var. Aha, deməli 4'ün yerini 2 kvadrat yazsaq 2 üstü 12 olacaq. Çıx 1. Bunu olduğu kimi saxlayacaq. 63 vurulsun 2 üstü 12 plus 1. Burada yeri dəyişmə edək. 2 ilə 12'nin yerini dəyişəcəyik. 2 üstü 12 üstü 2 yazıram. 1'də 1'in kvadratı yazıram. Mərkəzi yeni dəyəmirəm. Sürə kvadrat fərqi olacaq. 2 üstü 12 çıx 1 vurulsun 2 üstü 12 plus 1. 63 vurulsun 2 üstü 12 plus 1. Qısa gedəcək. 2 üstü 12 212'nin özünü bir dəfə 2 üstü 6'ın kvadratı yazacaqsınız. Çıxılsın 1'də 1'in kvadratı yazacaqsınız. Bölünsün 63. Bərabərdir. Deməli belə olacaq. 2 üstü 6 bunu bir dəfə açalım, bir dəfə çıxma görə açırsınız, bir dəfə toplama görə. Ya belə də yaza bilərsiniz. 2 üstü 6 ya yazaq, bir dəfə çıxma görə açaq, bir dəfə toplama görə. 2 üstü 6 çıxsın 1 vurulsun 2 üstü 6 plus 1 bölünsün 63. Bərabərdir. 2 üstü 6 neçədir? 64. 64'dən biri çıxan 63 qalır. O biri də 65 edəcək. Qalacaq 65. Belə. Keçək. Bu da A variantı oldu. Keçək 20-ci suala. A plus B bərabər 2, A kvadrat plus B kvadrat bərabər 6 olduqda A kubu plus B kubu ifadəsinin qiyməti bu kublar cəmidir. Açılışı belədir. A plus B vurulsun. A kvadrat çıxılsın AB üstə ilə B kvadrat. Deməli A plus B var, A kvadrat B kvadrat var, bir də AB yoxdur. Bu kvadratlar cəmini gəlin bu toplama görə açaq. Yəni A kvadrat üstə ilə B kvadrat bərabər 6'dır da düzdür. Köməkçi müxtəsər vurma üstünə istifadə edəcək. Bu olacaq A plus B-nin mötərizə kvadrat çıxılsın KB bərabərdir 6. A plus B 2'dir. 2'ni bura 2 qoyursam 2'nin kvadratı 4 edir. 4 çıxılsın KB bərabərdir 6'ya. Mənfi KB bərabərdir 4'dən 6'dan 4 çıxan qalır 2. AB də bərabər olacaq mənfi 1'ə. Gətir burada yerini qoyursaq bərabərdir. A plus B-nin yerini yazırıq. Buraya yazırıq 2. A kvadrat B kvadratın cəmi 6'ya bərabərdir. Çıxaq. AB-nin yerini yazırıq mənfi 1'i. 2 vurulsun 6 üstü ilə 1. O da bərabər 2 vurulsun 7. O da olacaq 14. Cavab B variantı. Bu imtahan amansız imtahandır. Keçək 21-ci suala. Deyir, kəsrin ən böyük qiymətini tapın. Kəsrin ən böyük qiymətini tapmalı. Kəsrin qiyməti şu olar. Biz bilirik ki, sürətlə düz asılıdır. Sürətlə düz asılıdır. Məxrəc nədir? Tərs asılıdır. Yəni kəsrin ən böyük qiymətini tapmaq istəyirsənsə, kəsrin məxrəcinin ən kiçik qiymətini tapmalısan. Deməli, bizə ən kiçik qiymət lazımdır. Kimin ən kiçik qiymət lazımdır? X kvadrat çıxsın 2x plus 2. Bu da kvadrat üçəllidir. Kvadrat üçəlliyinin ən kiçik qiymətini və ya ən böyük qiymətini tapanda demişdik ki, burada tam kvadrat ayırma lazımdır. Mötərizə kvadrat yaratma lazımdır. X kvadrat çıxsın 2x. Bu nəyə çatmır? Müxtəsər vurma üstünə gəlməsi üçün 1'i çatmır. 1'i də 2'dən aldım. Yəni 2'ni 1 plus 1 yazsam, bu olacaq. X çıxılsın 1 mötərizə kvadratı plus 1. Burada mötərizə kvadratını 0 verəsiniz. Yəni mötərizənin ala biləcəyi ən kiçik qiymət nədir? 0'da. 0'ın kvadratı üstə gələ 1. Bu da x-in 1 qiymətini alır yəni. O da olacaq 1. Yəni bu ifadənin ən kiçik qiyməti neçə oldu? 1. Yəni bunun ən kiçik qiyməti 1 oldu. Bura 1 yazsam, yəni 3'ü 1'ə böləndə düşəcək 3. Demək kəsrin ən böyük qiyməti neçə olacaq? 3 olacaq. Belə uşaqlar, yəni
belə suallara hazır olmaq lazımdır. Yəni bu imtahan çətin düşə biləcək suallar üzərində qurulmuş imtahandır. Yəni inkişaf eləmək üçün imtahandır. Yəni daha potensiallı şagirdlər üçün olan bir imtahandır bu imtahan. Zəiflər üçün deyil, yəni üzr istəyirəm ifadəmə görə də, yəni bilik səviyyəsi aşağı olan şagirdlərə aid deyil. Keçək 22-ci suala. Sual 22 deyir ki, belə bir tənlik verilibdir. Deyir, y tapım. Görürsünüz ki, tənlik biri kökün altındadır, biri moduldadır. Bu kökün altında olan tənlik biz bilirik ki, kök altında olan ifadə müxtəsər formasıdır. Yəni x çıxsın 3-ün mürtəzi kvadratı. Üstə gələk. Modulu x plus y plus 2 bərabər 0. Cüt dərəcəsini azad edəndə biz bilirik ki, modulu azad edirik. Yəni modulla qalacaq x çıxsın 3. Üstə gələk. Modulu x plus y üstə gələk 2 bərabər 0. Biz bilirik ki, uşaqlar, modulların ala biləcək qiymətlər bir müsbət olur, bir də 0. Düzdürmü? 2 müsbət ədədin cəmi heç vaxt 0 eləməz. Demək, müsbətlər getdi. Amma hər ikisi 0 olsa, 2 dənə 0-ın cəmi nə olar? 0. Deməli, hər iki modul alt ifadəni 0-a bərabər edə bilərsiniz. X bərabər olacaq 3. X-in 3 qiymətini gətirib burada yenə qoysaq, 3 üstə gələk, y üstə gələk 2 bərabər 0. Yəni, y bərabər olacaq -5-ə. Və salam. Cavab olacaq A variantı. Keçək 23-cü suala. 20-ci sualda kvadrat kökləri sualdır. Yenə burada yazıb ki, 2 kiçidir x kiçidir 3 olduqda kök altında ifadələr verib option deyib sadələşdirin. Birinci kök altı ifadə olacaq x çıxılsın 2-nin mürtəzi kvadratı. Yəni burada müxtəsər vurma üsulunun super bilməlidir. İkinci kök altı ifadədə x çıxsın 3-ün mürtəzi kvadratından soruşulur. Yenə biz bilirik ki, kök altı ifadənin cüt dərəcədən kökdən azad edəndə modulu azad etmək lazımdır. O bir də modulu azad olacaq. İndi bunlar modulu azad etmək üçün x-ə bir qiymət verməliyik. X-ə 2-dən 3 arasındadır. X-ə verək 2,5. X-ə 2,5 versək burada, 2,5-dən 2 çıxanda müsbət ədəd alacaqsınız. Burada 2,5 versəm, 2,5-dən 3 çıxanda mənfi ədəd alacaqsınız. Müsbət ədəd modulu özünə bərabərdir. Mənfi ədəd modulu isə əksinə bərabərdir. Qabatı mənfi gəldiyi üçün mürtəzə yazacaqsınız. X çıxsın 3-ün əvəzinə 3 çıxsın x yazacaqsınız. X çıxsın 2 çıxılsın 3 plus x olacaq. Mənfi vurub açıldı. X-lər toplanacaq 2x, mənfi 2 çıxar 3 edəcək mənfi 5. Yəni 2x çıxsın 5, yəni cavab C variantı. Bu da çox qəşəng sualdır. Belə suallar işləmək şərtdir. Keçək 24-cü suala. Yenə kvadrat kökləri sualdır. Deməli, kök altında 6 çıxılsın 2 kökdə 4 üstə gələk, kökdə 12 bərabərdir. Kökdə 12-ni uşaqlar biz içəridəki ifadədən, içəridəki kökdən başlamalıyıq. Kökdə 12 biz 4 vurulsun 3 yazsaq, onda belə olacaq. Kvadrat kök altında 6 çıxılsın, 2 vurulsun kök altında 4 üstə gələk, 4-dən kök altına 2 çıxır. Olur ki, kökdə 3 bərabərdir. Fikir verin bu kök altı ifadəyə. Biz burada 2 qat radikallar tətbiq edəcəyik. Elə ədəddə götürəcəyik ki, hasili kökün altında ifadənin 3-ü verəcək. Bax, kökün qabağında 2 vuruq var. Onu da elirdik. Elə bunu ayrıca yazsam, 4 plus 2 kökdür. Bu 2 qat radikallardan istifadə olunacaq. Elə də tapırıq ki, nə vaxt tətbiq edirik 2 qat radikalları, yenə deyirəm, içəridəki kökün əmsalı 2 vuruq olanda. Elə də tapırıq ki, hasil 3 verəcək, cəmi 4. 3-dən 1 da. Və demişdim ki, bu ədədi qabat yazsın ki, bir də modula ehtiyac qalmasın. Modula çıxarmaq yəni. Deməli, bunlar hər birini köklə ifadə edəcəksiniz. Deməli, bu olacaq kökdə 3, üstə gələk kökdə 1-in mürtəzi kvadratdır. Daha modulsuz azad edə bilərsiniz. Onsuz bilir ki, bunlar müsbət ədədlərdir. Kökdə 3, üstə gələk kökdə 1. Yəni, kökdə 3 plus kökdə 1-dən 1 çıxır elə. Deməli, uşaqlar, belə nəticə gəlir. Yəni, bu çalışma arxasını yazırıq. Bərabərdir. Kvadrat kök altında 6 çıxılsın, 2 vurulsun. Deməli, o kökün qiyməti bərabər oldu. Kök 3 plus 1-ə. Bərabərdir. Bu da olacaq 6 çıxılsın, 2 kökdə 3, çıx 2. Bərabərdir. 6-dan 2 çıxana qalar 4, çıx 2 kökdə 3. Yenə 2 qat radikalı tətbiq edəcəksiniz. Bayaq 3-1 yazmışdıq, 3 plus 1. İndi bu da elə olacaq. 3 vurulsun 1, 3 edir, 3 plus 1, 4 edir. Sadəcə orta çıxma yazacaqsınız. Kökdə 3 çıxılsın, çünki orta çıxma nədir axı? Çıxsın kökdə 1 mürtəzi kvadratı. Bu da bərabər olacaq. 2-nə kök gedəcək, qalacaq kökdə 3 çıxılsın 1. Modula da ehtiyac yoxdur, çünki bu da müsbət ədədlərdir.
Kötü çıxsın 1 olacaq cavab Y variantı. Yəni burada 2 dəfə 2 qat radikallar tətbiq olundu. Bunu yazan şagirdə əhsən. Yəni əhsən. Yəni o şagird çalışıb. Belə suallar işləmək lazımdır. Ya belə sualları. Keçək 25-ci suala. Evet, sonuncu sualdır. Deməli, sonuncu sualımız çoxlara sualdır. NA kəsişmə B, yəni A və B çoxların kəsişməsi 4-dür. Sonra NA bərabər 4 vurulsun NB, yəni A çoxlu elementlər sayı B çoxlu elementlərin sayı 4 və böyükdür. NA birləşmə B bərabər 31, yəni 2 çoxlu birləşməsi elementlər sayı 31-dir. MB fərq alan sonucu, yəni yalnız B çoxluğuna daxil olan elementlərin sayını istəyir bizdən. Kəsişən element dairələr çəkək. Belə adlandıraq. Bu NA A çoxlu elementlər sayıdır. Bura MB. Bura yalnız A çoxluğuna daxil olan elementlər yerləşir. Burada hər iki çoxluğa daxil olan elementlər yerləşir. Burada isə yalnız B çoxluğuna daxil olan elementlər yerləşir. NA kəsişmə B4-dür. Buraya yazıram 4. NA 4 MB-yə bərabərdir. Bura X yazsam, onda MB B çoxlu elementlər sayı olacaq X plus 4. NA isə A çoxlu elementlər sayı isə NA 4 vurulsun MB-yə bərabər. Yəni 4 vurulsun MB yerinə X plus 4 yazıram. Belə olacaq. NA birləşmə B 31-dir. Yəni bu 3 hissənin cəmi 31-ə bərabərdir. MB fərqlərini soruşur. Yəni X-i soruşur bizdən. Deməli, necəyik? Bunu vurub atsaq, bu olacaq 4x üstəgələk 16. Deməli, bu oldu 4x üstəgələk 16. MB də oldu X plus 4. Uşaqlar, deməli, bax, NA fərq B-ni tapmaq üçün ümumi elementlər sayından, yəni A çoxlu ümumi elementlər sayından çıxmalıyıq. Bax, buranın 4-ü. O da olacaq 4x plus 12. Bax, bu 3 hissənin cəmi, birləşmə verəcək. 4x üstəgələk 12, üstəgələk 4, üstəgələk x bərabər olacaq 31-ə. 4x-in x-in cəmi olacaq 5x. 31-dən 12 çıxanda qalacaq. Yox, 31-dən 16 çıxanda qalacaq 15. X-də bərabər olacaq 3. Deməli, bura oldu 3. Bizdən soruşurdu elə MB fərq alını. MB fərq al burada da elə. Yəni, bu da olacaq 3. Cavab Y variantı. Bu da möhtəşəm sual. Bəli, etiraf edirəm ki, bu sual həqiqətən, bu dərs, bu sınaq, yəni sınaq 6 9-cu siniflər üçün çox ağır olacaq. Yenə deyirəm uşaqlar, ağır suallara hazır olmaq lazımdır. Yəni yüksək bal toplamaq istəyən şagirdlər, yox elə belə bal toplamaq istəyənlərlə danışmıram. Yəni bu tip suallar işləməlisiniz ki, nəticəniz həmişə yüksək olsun. Yəni hər sınağa gedəndə. Yəni bu tip suallar üzərində bilik səviyyənizi qurmalısınız. Bu qədər uşaqlar, inşallah ki, izahları tam aydın başa düşdünüz, razı qaldınız. Yenə belə sınaqlarımız olacaq, buraxış imtahana qədər. İstəyən olsa müraciət edib sınaqlara qoşula bilər. Sağ olun, Allah'a emanet olun.